Bugünkü dərsimiz uşaqlar oksidlər dərsidir. Oksidlər. Qeyri kimyanın 4 əsas sınıfı var. Oksid, əsas, turşu, duz. Əgər biz oksidi yaxşı bilsək, biraz uşaqlara çətin olan oksidləri olur. Niyə görə? Çünki məsələn deyək ki, ingilis dilində də var da, deyək ki, müəllim birdən-birə 100 dənə söz verir. Deyək ki, burada bir 30 dənə mi deyim, 20 dənə mi deyim, hər neçə dənə reaksiya əzbərləmək məcburiyyətindəyik. Oksidlər sizə ilk olaraq reaksiyalar keçəcək. Amma oksidlərdən sonra məsələn əsas keçəndə, bu deyək ki, burada 20 reaksiya keçmişiksə, orada bir 5 dənə əlavə olacaq. Məsələn, 5 dənə əlavə öyrənəsiniz. Yəni, turşu keçəndə yenə bir 3-dən 4 dənə əlavə olacaq. Bunları bilirik, yenə 3-4 dənə əlavə öyrənəcəyik. Duzlar da bunların əsasında. Bunları bilməsək, oksid əsas turşunu bilməsək, duzu heç cür bilməyəcəyik. Yəni, bu dərs ilk dəfədən çətin görünsə də çətin deyil, əzbərçilikdir. Çox əzbərçilikdir reaksiyaların. Amma məcburuq əzbərləyək. Oksidlər nədir? Məsələn, bax, yazıram ki, natrium 2O. Burada yazıram natrium 2O2. Burada yazıram kalsium oksid. Burada kalsium O2. Burada yazım H2O. Burada da yazım H2O2. Diqqətlə lazım. İki elementdən, burada da iki elementdir, burada da hamısında iki elementdir də. Hidrogen və oksigen, kalsium və oksigen elə deyil. İki elementdən biri oksigen olan, bax, biri, deyərsiniz ikisi oksigendir. Yox, sayın demirəm. Ümumiyyətcə, iki dənə müxtəlif elementdən biri oksigendir də. İki elementdən biri oksigen olan birləşmələrə oksidlər deyilir. Fikrini desəm səhv olacaq. Niyə görə? Bax, bunlar da iki elementdən biri oksigendir. Bunlar da iki elementdən biri oksigendir. Amma bunlar oksiddir, bunlar oksid deyil. Oksid deyil. Bəs niyə görə? Baxın, iki elementdən biri oksigen olan və həmin birləşmədə oksigenin oksigenləşmə dərəcəsi -2 olan birləşmələr oksidlər deyilir. Amma iki elementdən biri oksigen ola bilər. Orada oksigen -2 oksigenləşmə dərəcəsi göstərmirsə, Yusif, o birləşmə oksid sayılır. Bax, hansında iki elementdən biri oksigendir. Oksigen oksigenləşmə dərəcəsinə baxmalıyım. -2 oksiddir. Natrium birvalentli metal, müsbət 1, müsbət 2 eləyəndə cəm 0 eləməliyik. -2 qoyduq mu? Kalsium 2 valentli metaldır, müsbət 2 qoyduq. Bu da -2. Hidrogen 1 valentlidir, müsbət 2, daha doğrusu müsbət 1'dir. Müsbət 2, -2. Buna baxaq. Hidrogen müsbət 1'dir. Bu müsbət 2 eləyəndə, bu da -2 eləməsi üçün nə yazaq? -1. Kalsium 2 valentli metaldır, müsbət 2 qoysam, buna nə yazın? -1. Natrium müsbət 1'dir, 1 valentlidir, müsbət 2. -1. Yəni, nəyi demək istəyirəm? İki elementdən biri oksigen olub, orada oksigen -2 oksigenləşmə dərəcəsi göstərirsə oksiddir, amma göstərmirsə oksid deyil. Hansı birləşmələrdir ki, məsələn, onlar iki elementdən biri oksigen olub, oksid olmayan birləşmələr hansılardır? Peroksidlər. Bax, peroksidlərdə keçmişdik ki, oksigen oksigenləşmə dərəcəsi -2'dir. Superoksidlər, məsələn, kalium O2, kalium müsbət 1'dir, bu da -1 olması üçün -2'də 1. Ozonidlər iki elementdən biri oksigendir. Amma baxın, oksigen oksigenləşmə dərəcəsi -3'də 1'dir. Florun oksidi yoxdur ümumiyyətcə. Oksigeni birləşməsi var, -1. -2 elədi mi? Müsbət 2. Flor 2O2. Flor -1'dir mi? Müsbət 2, müsbət 1. İki elementdən biri oksigen olsa da, peroksidlər, superoksidlər, ozonidlər, florun oksigenli birləşmələri oksid deyil. Çünki oksigen orada -2 oksigenləşmə dərəcəsi göstərmir. İndi oksidlə peroksidin bir fərqini bildik ki, oksiddə oksigen -2'dir, peroksidlərdə -2 deyil. Başqa bir fərqi nədir? Peroksidlərdə oksigen körpüsü var, oksidlərdə yoxdur. Bu nə deməkdir? Məsələn, deyək ki, yazıram, boyanın səsini bir dənə saxlayayım. Məsələn, yazıram ki, natrium oksidin quruluş formunu yazaq. Oksigen 2 valentlidir mi? 2 dənə natrium var, hərəsi də 1 valentlidir. Bura baxaq. 2 dənə oksigen var mı? Hər oksigen 2 valentli. Burada 2 valentli. 2 dənə natrium var, hərəsi 1 valentli. Və yaxud kalsium oksid, kalsium da 2 valentlidir, oksigen də 2 valentlidir. Amma məsələn yazıram kalsium O2. Kalsium da 2 valentlidir, oksigenlər də 2 valentlidir. Oksigen də 2 valentli olanda bir xətlə buradakı quruluş formları keçmişdik. O vaxt valentliyinə görə düşür. Nəyi demək istəyirəm? Baxın, oksidlərdə oksigen körpüsü yoxdur. Yəni, oksigenə birləşməsi yoxdur. Burada da yoxdur. Amma peroksidlərdə oksigen körpüsü var. Oksigenlə oksigen arasında rabitə var. İndi məsələn, bəzən 12 uşaqlar soruşur ki, əlbəttə ki, burada 2 dənə oksigen var.
Ona görə oksigenə birləşib. Burada bir dənə hansına birləşsin? Elə deyil. Ola bilər oksidin içində 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, neçə dənə oksigen olur olsun, fərqi yoxdur. Oksidin içində neçə dənə oksigen olur olsun, heç vaxt oksidlərdə oksigen körpüsü olmur. Nə mənada? Məsələn, alüminium oksidi yazaq. Bu 3 valentli, bu da 2 valentli. Alüminium 3 valentlidir də. Bax, 1, 2, 3. 1, 2, 3. Alüminium 3 valentli değil mi? 3 dənə oksigenin də hərəsi 2 valentli. Görürsünüz, oksidin tərkibində neçə dənə oksigen olmasından asılı olmayaraq, heç vaxt oksigenlər bir-birinə birləşmirlər. Yadda qaldı, oksigen körpüsü yoxdur. Oksidlərin adlandırılması. Sabit valentli elementlərin oksidləri adlandırılarkən heç bir rəqəm deyilmir. Amma dəyişkən valentli elementdə elementin adı, həmin elementin oksidləşmə dərəcəsi, sonda isə oksid deyilər. Formul necə yazılır? Məsələn, desəm, natrium oksidin formulunu yazaq. Natrium sabit bir valentli metaldır mı? Bu bir yazılmaz. Burada valentli 2'dir, burada yazar 2. Kalsiyuma nə yazaq? Kalsiyum neçə valentlidir? 2. 2, bu da 2, bu da 2. Heç nə yazılmaz. Alüminyumda necə yazaq? 2. Bu 2 valentlidir, bu da 3 valentlidir. Dəmir dəyişkən valentli ola bilər. Ola bilər dəmir 2 valentlisini yazsam. Bu da 2, bu da 2. Heç nə düşməz. Dəmirin 3 valentlisini yazaq. Bu 3, bu 2. Və yaxud xlor da dəyişkən valentlidir. Daha 1, 3, 5, 7 olur. Məsələn, 1 valentlisini yazıram. Bu 1, bu da 2. Belə yazılır mı? Yəni valentliklərə görə formulu bildik. Çarpaz yazılır. İxtisar gedirsə aparılır. Üçqanı qoy, qulaq as. Sabit valentli elementləri biz əvvəldən bilməliyik. İlk anlayışlardan bəri. Dövrü qanunda da keçdi hətta bunları. Sabit bir valentlilər hidrogen, lityum, natrium, kalium, rubidium, sezium, fransiyum. Sabit ikilər oksigen, sink, berilyum, magnezium, kalsiyum, strontium, baryum. Sabit üçlər alüminium və bor. Sabit 4 karbon. Flor deməli deyəsən, flor da sabit bir valentlidir. Yerdə dəyişkən valentlidir. Məsələn, xlor, brom, yod 7-ci qrupda yerləşdiyinə görə 1, 3, 5, 7 valentli olurdu. Kükürt 6-cı qrupda olduğuna görə 2, 4, 6 valentli olur. Fosfor oksidlərdən deyəcək ki, 3 və 5 valentli olur. Yəni, çox elementlər dəyişkən valentlilərdir. İndi, sabit valentli heç bir rəqəm deyilmir. İlk anlayışlarda da demişdik ki, sinifdə bir esmira varsa, müəllimə esi deyəndə deyir ki, burada, mən buradayım. Səndə familiya deməyə ehtiyacı yoxdur. Amma 2 nəfər olanda hökmən valentliyi familiyanı deyirdik. Burada da. Bunu da mənə gətirdiyi bilən bu oksiddir. Sabit valentlidir. Natrium oksid, kalsiyum oksid, alüminium oksid. Eyni yazmışdı. 2-1, bu da 2-1. Amma buna xlor oksid deyə bilmərəm. Xlorun o qədər oksidləri var ki, 1 oksid, 3 oksid, 5 oksid, 7 oksid. Xlorun oksidaşma dərəcəsini deməliyəm. Bu mənfi 2-dir. Bu da müsbət 1-dir. Xlor 1 oksid. Bu mənfi 2-dir. Dəmir 2 oksid. Dəmir 3 oksid. Dəmir 3 oksid. Amma bunda durub mənfi 2, müsbət 3 yazın. Alüminium 3 oksid demirəm. Sabitdir deyə rəqəm deyilmir. Sabitlərdə rəqəm deyilmir. Dəyişkən də elementin adı, elementin oksidaşma dərəcəsi, sonda isə oksid sözü deyilir. Qeyri-metal oksidlərində gələnlər, qeyri-metal oksidlərində, xlor da qeyri-metal idi, saydan asılı olaraq, əgər bir dənə atom varsa mono, 2 di, 3 tri, 4 tetra, 5 penta, alkan penta geçmişik, 6 heksa, 7 hepta və sarı özə getmiyor, olsa çox da testlərdə düşmür. Məsələn, ola dərsə belə hörmətisi olmaz. Üzr istəyirəm. Karbon, bax, mənə qulaq asın. Deməli, bunun indi alda baxaq. Element düzdür, deyəsin ki, karbon sabit valentlidir. Karbonda gərək axı rəqəm deməyim, karbon sabit 4 valentlidir. Ona karbon oksid demək olmalı. Elementin sabit valentlidir olsa, bunda oksidaşma dərəcəsi deyəcəyik. Karbon 2 oksid. Karbon 4 oksid. Evdə var ki, bunun beynəlxalq üsulundan adını deyirəm. Bu trivial adıydı. Məsələn, dəm qazı deyilir buna, zəhərlidir, boğucu qazı. Bu karbon qazı zəhərli deyil. Karbon monooksid, karbon dioksid və yaxud diazot trioksid. Məsələn desək ki, azot 1 oksidin beynəlxalq üsulundan adı necə olar? Natrium, diazot monoksid, düzdür. Azot 1 oksid deyəndə durub demirik ki,
azot piroksid, birə mono deyil. Tez deyim ki, azot monoksid. Yox, yazmalıyım axı. Azot piroksid necə yazılır? Bu bir valentli, bu da iki valentli. Yazılışı budur. Diazot monooksid. Bunları vaxt keçmişdik. Amma indi bir də təkrar oldu. Bu oksidlərin adlandırılması. Oksidlərdə rabitəni də keçmişik, indi onları deyək. Rabitə nədir? Quruluş formunu yazaq da. Məsələn, deyək ki, natrium oksidin formunu yazaq. Oksigen bayaq da yazıq. 2 valentlidir. 2 dənə natrium var. Hər natrium 1 valentlidir. Kalsium oksid. Kalsium da 2 valentlidir. Oksigen de 2 valentlidir. Alüminyum oksid. Alüminyum dedik ki 2 dənə alüminyum var. Hər alüminyum 3 valentlidir. Oksigenlərdə yazaq bura. İndi nəyi demək istəyirəm? Qeyri-metal yazmamışam. Bu öbürdə qeyri-metal yazaq. Karbon 4 oksid. Karbon 4 oksid, karbon 4 valentlidir. Axı, belə yazılar da. Quruluş formunu yazıyanda qeyri-metal oksidlərində hansı rabitə tipi var? Polimer kovalent rabitə tipi. Axı, müxtəlif qeyri-metal atomlar arasındadır. Amma metal oksidlərində yalnız iyon rabitəsi var. Oksidlərdə ümumi rabitələrin sayını tapmaq üçün peroksid, superoksiddən danışmıram, amma sırf oksidlərdə CO-dan başqa. Oksidlərdə, bu da oksiddir ha. Prosta qaydamız görünədirəm. CO-dan başqa digər bütün oksidlərdə ümumi rabitələrin sayını tapmaq üçün 2-yə vururum. Məsələn, mən bunu belə yazmasaydım da, cəmi neçə rabitə var? 1-in 2 misli. Cəmi 2 rabitə var. Neçəsi iyondur? Metalın sayını metalın valentliyinə vururuq. İkisi iyondur, deməli kovalent yoxdur. Yazsam da görürəm, metalla qeyri-metal atom arasında iyon rabitəsi. 2 dənə iyon rabitəsidir, hər ikisi sigma rabitəsi. Burada pi yoxdur axı. Gələk buna, kalsium metalla qeyri-metal arasında 2 dənə rabitə var. Biri pidir, biri sigmadır. İndi yazmasaq da deyərdim, oksigen 2 misli qədər cəmi rabitə var, 2 rabitə var. Neçəsi iyondur? Biri valentlə vururam. İkisi iyondur, kovalent yoxdur. Buradan da görüldü, metalla qeyri-metal arasında iyondur. Və yaxud cəmi neçə rabitə var? 6 rabitə. Yazanda da görə bilirik 6 rabitə. Neçəsi iyondur? 2-ni 3-ə vur, 6-sı. Doğrudan da metalla qeyri-metal atomları arasında 6-sı da iyon rabitəsidir. Amma qeyri-metalla oksigen arasında olan rabitə polimer kovalent rabitədir. Cəmi neçə rabitə var? Bunu yazmadan da deyə bilir oksigenin 2 misli. Cəmi 4 rabitə var. Buradan da görürük. 4-ü də polimerdir. Amma neçəsi sigma, neçəsi pi'dirsə gərək açıq yazıb görək də. Deyirəm, ikisi pi'dir, ikisi də sigmadır. Yazıda düşürsə bir karbondan sağa sola 2 qat rabitə çıxarsa bu sp birləşməndəydir. Sp isə demək ki, karbon yox. O 2 qatın sağ və sol sp2'dir. Bir karbondan sağa sola 2 qat çıxarsa bu sp'dir. Bunları heç nə yazmırıq, sp'dir. Yəni xətti quruluşa malikdir. Sp'-lərdə məsafə ən kiçiyidir. 0,120 nanometr. Bucaq ən böyüdü 180 dərəcə, yəni xətti quruluşdur. Bunu o vaxt keçmişik. CO da oksiddir. Amma oksigenin sayı 2 misli qədər rabitə yox idi. Yəni CO-da 3 dənə rabitə var idi. Donor atom, donor. Bu donordur, bu da akseptordur. Bircə də donordan akseptora doğru bir rabitə gəlir. Bax, donor atomun əmələ gəlməsində neçə elektron iştirak edir? Bax, bu rabitəyə bu birin qoyub, bu birin. Buna bu birin, bu birin. Bu donordan akseptora, donor cütün, akseptor heç nə. Donor atom 4 elektron istifadə edib, akseptor atom 2 elektron. Burada hələ bayaqdan danışdıqlarının içində təzə bir şey yoxdur. Hamısını keçmiş. Yəni, hamısı vaxtı ikən keçilir. Təzə dediyimiz o idi ki, oksidlərdə oksigen mənfi 2 olur, peroksidlərdə mənfi 2 olmur. Onu da keçmişdik. Oksidlərdə oksigen körpüsü olmur, peroksidlərdə oksigen körpüsü olur. Yəni, deyilənlərdən bunlar 2 dənə bizə təzə edir. Aqreqat halına görə oksidlər bərk, maye və qaz halında olurlar. Bərk, maye, qaz. Bərk halında bütün metal oksidləri, tərkibində metal olan birləşmələr bərk halda, əzvər bilin. Bütün metal oksidlərin hamısı bərkdir. Qum özü qarışıqdır. Amma kvars qumun ən çox təşkil etdiyi hissə silisium 4 oksiddir. Qumun əsas tərkibidir də bu. Yəni bu da bərkdir. P2O5 ağ tüstü şəklində olan bərk higroskopik maddədir. Higroskopik yəni su uducu, suyu udmaq xüsusiyyətinə malikdir. Ona görə də P2O5-dən qazların qurudulmasında istifadə edilir. Nəinki P2O5 qeyd üçün yazıram, düzdür, indiki dərsimizə aidiyyatı yoxdur. SO3 və H2SO4 də bunlar da
Suuducu maddələrdir, higroskopik maddələrdir. Suyu ona görə. Qazları qurutmaq üçün bu maddələr tökürlər içinə, qazların içindən suyu öz tərkibinə çəkir. Suyu sevir, suyu udurlar. Deməli, bərk halda olan oksidlərin metal oksidləri, kvars qumun əsas tərkib hissəsi, P2O5-də higroskopikdir, ağ tüstü şəklindədir və qazların qurulmasında istifadə edilir. İndi azotdan da var, burada bərk oksid yazacaq. Maye halında bir ilə içdiyi su H2O, onu bilirsə mayedir. Bir də 3 olanı bilin, N2O3, SO3, bunlar maye halındadır. Qaza baxaq, bax, dəm qazı və ya karbon monoksid və ya karbon 2 oksid zəhərlidir. Karbon qazı və ya beynəlxalq karbon dioksid və ya karbon 4 oksid. Qaz da dəm qazı, karbon qazı. Necə ki CO2 qazdır, SO2 də qazdır. Bu da kükürt qazı. Kükürt əslində özü bərkdir. Necə ki C bərkdir, kükürt də bərkdir. Amma qazı deyəndə mürəkkəb maddədir. SO2, sonra nə edə bilərik? N2O, bax bu şənləndirici qazdır. Sanki arada göstərib ondan verirlər. Bax, nəfəsin. Bu şənləndirici qazdır. Bunu çəkəndə sanki USD olursunuz. Nəfəslə çəkəndə. NO qazı. NO2 də qonur rəngli, zəhərli qazdır. Bu qazları əzbər. Sonra N2O5-i yazıb, bura N2O5 bərk haldadır. Xlor2O7 də, bunları elə görməmişəm, testdə düşsün, maye haldadır. Deməli, cümlələri bir də deyək. Xlor2O7 nəslə burada qoyu yazmayın, bu iş testlərə düşmür. Yəni, başınızı qarışdırmasın. Qaz halında olanları CO, dəm qazı, CO2 karbon qazı, SO2 kükürt qazı, NO2 qonur rəngli zəhərli qaz, N2O şənləndirici qaz, NO qazı. Maye, su, SO3, N2O3. Bərklərdəki bir də bunlar dedik. Azotun oksidlərindən bax, N2O və NO, bunlar N2O, NO, bir də NO2, bunlar qazdır. Dedik, bu qonur rəngli zəhərli qazı, bu da şənləndirici qazı, bu da rəngsiz qazı. Sonra azotun var N2O3, bu mayedir. Bir də var N2O5-i bərk halda. Bunu da yazmışıq bərklərin içinə. Bunlar sadəcə əzbərləməliyik. İndi deyəcəyimiz şeylərin hamısı təzə şeylərdir. Nöqtə vergülünə kimi diqqətiniz burada olsun. Oksidlər kimyəvi xassələrinə görə 2 ilə bölünürlər. Qoyalım. Oksidlər kimyəvi xassələrinə görə 2 ilə bölünürlər. Duz əmələ gətirən və duz əmələ gətirməyənlər. Bax, duz əmələ gətirməyənləri, belə üstünə xəçik qoyuram, yəni duz əmələ gətirmir. Duz əmələ gətirməyənlər sırf əzbər. Azotdan 2 dənə N2O, NO, azotdan başqası yoxdur. Karbondan var CO, SO, H2O, bir də silisium iş testlərdə görməmişəm, düşsün, vərəqdə var ama. Deməli, duz əmələ gətirməyənlər testdə düşənlər N2O, NO, CO, silisium, H2O, SO. Bunlar duz əmələ gətirməyən oksidlərdir. Amma duz əmələ gətirən oksidlər isə 4 yerə bölünür. Əsasi oksid, turşu oksidi, ortaya belə yazın. Əsasi oksid, amfoteroksid, turşu oksidi, bir də qarışıq oksidlər. Yenə deyirəm, duz əmələ gətirməyənləri əzbər, başqa yolu yoxdur da. NO2, N2O3 yox. Nə deyilir o? N2O, NO, azotdan 2 dənə. N2O, NO, CO, silisium, SO, H2O. Yadda qaldı. İmmun duz əmələ gətirməyənlər bunlardır. Duz əmələ gətirənlər əsasi oksid, amfoteroksid, turşu oksidi, qarışıq oksid olmaqla 4 yerə bölünürlər. Təriflərin deyə sonra əsas odur ki, testə götürməyə bacaraq. Tərifi budur. Əsaslara uyğun gələn oksidlərə əsasi oksidlər deyilir. Turşulara uyğun gələn oksidlərə turşu oksidlər deyilir. Həm əsaslara, həm turşulara uyğun gələn oksidlərə amfoter oksidlər deyilir. Yəni amfoter ikili xassəyə malikdir. Amma 2 dənə oksidin cəmi isə o qarışıq oksid adlanır. İzah edəcəm bir. Deməli, birinci danışırıq bunlardan. Əsaslara uyğun gələn oksidlər yenə deyirəm əsasi oksid oldu. Turşulara uyğun gələn oksidlərə turşu oksidlər deyilir. Həm əsas, həm turşulara uyğun gələn oksidlərə amfoter oksidlər deyilir. 2 oksidin cəmi qarışıq oksiddir. Deməli, Yusif, ikili xassə göstərən oksidlər hansılar idi? İkinci. Yəni amfoter oksidlər. Hə. İndi məsələn, testdə bilir ki, turşu oksidini seçin, əsasi oksid seçin. Qaydanı bilmək şərt deyil. Qaydanı bildim, mən onu necə seçəcəm? Əsas o hissəni deyək. Əzbər bilmək lazımdır ki, birinci turşu oksidlərindən danışım. Əzbər. Qeyri-metallar, bütün, buradan yazıram ki, bütün qeyri-metal oksidlərinin hamısı turşu oksidlərdir. Hamısı.
Amma sırf bunlardan başqa. Məsələn, bax, azot bunlar qeyri-metaldır, azotdur, karbondur, silisiumdur. N2O, NO düz əmələ gətirməyəndir. Amma desəm ki, N2O3, NO2, N2O5, burada da bax, SO2, SO3, şərt eləməyin onlar olsun. Nə bilim, P2O3, P2O5, xlor2O3, xlor2O7, hər nəsə də xlor2OX belə yazın, hər nəsə. Qabağımıza qeyri-metallar çıxan kimi, qeyri-metallar da düzdür sonradan ətraflı keçəcək. Amma ən azından metalı bilərsiniz də, litium, natrium, kalium, rubidium, sezium, fransiyum, kalsium, barium, stronsium, alüminium, dəmir, mis, qızıl, gümüş, magnezium, sink. Bunlar tanıdığımız metallardır. Yəni bunları keçmişik. Qeyri-metal oksigen, hidrogen, silisium, bor, karbon, kükürt, flor, xlor, brom, yod, hamısı bunlar deyilib. İndi ayrıca da o dərslər keçiləcək. Yəni qabağınıza qeyri-metal oksid çıxır, bu fakt. Bütün harda qeyri-metal oksidləri görsəz, hamısı bir mənalı turşu oksiddir. Bu da qeyri-metal oksididir. Bir dənə bu qeyri-metal oksidlərindən başqa, duz əmələ gətirməyən qeyri-metal oksidlərindən başqa, yerdə qalan bütün qeyri-metalların oksidləri turşu oksiddir. Bu çatdır. İndi, bax, qeyri-metal oksidləri buralarda ola bilməz. Bax, buraların heç birində qeyri-metal oksidi ola bilməz, qeyri-metal oksidi ola bilməz. Burada da qeyri-metal oksidi ola bilməz. Bunlar yalnız metal oksidlərindən ibarətdir. İndi qabağınıza metal çıxır. Mən nə bilim, hansı bu oksidi yaradır, hansı bunu? Qaydaya baxın. Əgər metal oksidin tərkibində 1 və 2 valentlidirsə və ya 1 valentlidirsə oksidaşma dərəcəsi müsbət 1 deməkdir də. Metal oksidin içində müsbət 1, müsbət 2 oksidaşma dərəcəsi göstərirsə, bu əsasi oksiddir. Əgər metal oksidin içində müsbət 3, müsbət 4 oksidaşma dərəcəsi göstərirsə, amfoter oksiddir. Əgər metal oksidin içində müsbət 5, müsbət 6, müsbət 7 oksidaşma dərəcəsi göstərirsə, bu turşu oksiddir. Deməli, onlar da qarışıq oksidlər də metal oksidlərdir. Metal oksidləri, oksidlərin bütün tipinə aid ola bilər. Əsasi oksid, turşu oksid, amfoter oksid, qarışıq oksid. Hamısına aid ola bilər. Amma turşu oksidləri bir dənə duz əmələ gətirməyən də var. Daha doğrusu qeyri-metal oksidləri bir dənə duz əmələ gətirməyən də var. Bir də qeyri-metal oksidləri, turşu oksidləri, qeyri-metal oksidlərdir. Metal oksid də ola bilər. Əgər metallar 1 və 2 valentlidirsə oksiddə əsasi oksiddir. Metal 3 və 4 valentlidirsə amfoter oksiddir, ikisinin arasında da qarışıq. Metal 5, 6, 7 valentli olarsa bu turşu oksiddir. Məsələn, bax qabağımdan çıxıb kalsium oksid deyirəm metaldır və müsbət 2-dir. Əlbəttə ki, əsasi oksiddir. Və yaxud metaldır, mənfi 2, müsbət 1. Metal müsbət 1, müsbət 2-dirsə əlbəttə ki, əsasi oksiddir. Metal olarsa sən onun valentliyinə bax, qeyri-metalın valentliyinə baxma. Bir mənalı deyilən ki, qeyri-metalsa heç nəyə baxmıram. Qeyri-metal oksidlər hamısı turşu oksidləridir onlardan başqa. Amma metal qabağıma çıxarsa, məcburam ki, valentliyinə baxın. 1 və 2 valentli olanda əsasi oksiddir. Metal 3 və 4 valentli olarsa oksidin içində bu amfoterdir. Məsələn, bax, xrom 3 oksid, xrom 2 O3, 3 valentlidir metal. Alüminium oksid 3 valentlidir. Dəmir 3 oksid, 3 valentlidir. Alüminium, xrom, sonra hələ sinklə berilyum qalsın, qoy görün başqa 3 valentlidir. Sonra manqan O2, manqan metaldır. Axı metal da oksidaşma dərəcəsi müsbət 4-dür. Metal 3-4 olanda bu nə olacaq? Əlbəttə ki, amfoterdir. Amma məsələn yazıram ki, xrom O3. Bax, xrom metaldır, oksidaşma dərəcəsi müsbət 6-dır. Və yaxud manqan metaldır. Bax, manqan, görürsə nədir? Manqan 2 valentli ola bilər. Əgər metal 2 valentlidirsə, əlbəttə ki, əsasi oksid yaradır. Manqan 7 valentli ola bilər. 7 deyirəm, 4 valentli ola bilər. Deməli, 4-dürsə, burada da amfoterdir. Manqan 7 valentli ola bilər, demək ki, turşu oksiddir. Xrom 2 valentlisi var, əsasi oksiddir. Xromun 3 valentlisi amfoterdir. Xromun 6 valentlisi turşu oksiddir. Yadda qal nə deyirik? Deməli, qabağımıza qeyri-metal oksid çıxan kimi bir mənalı necə oksiddir? Qeyri-metal oksid olanda turşu oksididir. Amma hansı qeyri-metal oksidlərindən başqa düz əmələ gətirməyəndə əzbərilik N2O, NO, CO, SO, silisium, H2O. Bunlardan başqa bütün qeyri-metal oksid turşu oksiddir. Amma metal oksidləri hamısı ola bilər. Metallar 1 və 2 valentlidirsə oksidin içində, bu nədir? Əsasi oksid. Metal 3 və 4 valentlidirsə, İkinci nə yazmışsın? amfoter oksid. Metal 3 və 4 valentlidirsə turşu oksiddir. Yadınızda qalsın. Amma istisna nədir?
Bax, sink O, xüsusən istisnaları əzbər. Berilyum O, plümbium O, plümbium O2, plümbium O2 heç bunu yazır. Bir də fikir verin. Axı burada metallar müsbət 2-dir, elə deyil. Axı biz dedik metal bir və 2 valentli olanda əsasi oksiddir. Hansı oksidlərdir ki, 2 valentlidir amma əsasi yox, amfoter oksiddir. Sinkdir, berilyumdur, plümbiumdur. 2 valentli olsalar da, bütün 2 valentlərin oksidləri əsasi oksiddir. Amma bu 2 valentli metalların oksidləri amfoter oksiddir. Deməli, qabağımıza nə çıxanda biz onda valentliyi axtaracağıq? Metal. Yəni metal da qeyri-metal. Qeyri-metalda heç vaxt valentliyi axtarmır. Qeyri-metal gözü yumulu deyilən ki, duza mənə gətirməyən deyilsə, demək ki, turşu oksiddir. Amma metal olan dökmən valentliyinə baxmalıyıq. Bu çatdı. İndi keçib qarşılıq oksidə. Bax, dəmir 2 və 3 valentli olur da. Dəmirin 2 valentli oksidi əsasi oksiddir. Metal 2 valentli olan daha 1 və 2 olan da əsasi oksiddir. Əsasi oksid. Amma dəmirin 3 valentli oksidi, metal 3 və 4 olan da amfoter oksiddir. Amfoter oksid. Burada dəmirin oksidaşma dərəcəsi müsbət 3-dür. Valentlidir. 3 valentlidir. 2 çarpaz düşür. Burada dəmirin oksidaşma dərəcəsi müsbət 2-dir. Valentlidir. 2 valentlidir ki, əsasi oksiddir. Amma indi baxın qarşılıq oksidir. 2 dənə oksidin cəmi dəmir, 3, O4. 2 dənə oksidin cəmidir mi bu? Bu dəmirin qarşılıq oksiddir. Bunun adına dəmir yanığı və ya maqnetit deyilir. Dəmir yanığı və ya maqnetit. İndi dəmir yanığında dəmirin oksidaşma dərəcəsi neçədir? -2 budur. -8 elədimi? Murad görə bilmirsən oradan deyəsən. -8 burada da müsbət 8 eləməlidir. Müsbət 8 bölü 3 qarşılıq oksiddir bu. Maqnetit və ya dəmir yanığıdır. Burada bəs dəmir neçə valentlidir? Deyə bilməsiniz. Dəmir 4 valentlidir, oksigen 3 valentlidir. Yox, oksigen 2-dir. 3 dənə dəmir var. Bu oksidlərin cəmidir. Buradakı 3 dəmirdən bir dənəsi 2 valentlidir, 2 dənəsi 3 valentlidir. İkisinin bir yerdə yığcam cəmidir. Burada dəmir 2 və 3 valentlidir. Və yaxud başqasını deyək. Məsələn, manqan. Bəzən manqan 2O3 yazanda uşaq çaşır deyir ki, metal düzdür, metaldır. Düşünür ki, metal 3 valentlidir. Düşünür ki, metal 3 valentli olanda, 4 valentli olanda amfoterdir. Elə bilirlər, bu amfoterdir. Amma manqan heç vaxt 3 valentli olmur. Manqanın 2 valentlisi əsasi oksiddir. Manqanın 4 valentli oksidi amfoter oksiddir. Manqanın burada yazmışdıq bayağı 7 valentli oksidi, manqanın 2O7 turşu oksiddir. Manqanın 3 valentlisi yoxdur, bu bilirsiniz nədir? Manqanın 2 valentlisinin 4 valentlisinin cəminə baxın. Manqanın 2O3. Deməli, manqan 3 valentli ola bilməz ha. Valentliləri biraz əzbərləyək. Necə əzbərləyək? Ən azından bilirdik ki, oksigen bütün birləşmələrdə müsbət 2-dir. Amma hansılarda 3 idi? Müsbət 2-dir, 2 valentlidir. Valentlidən danışıram. Hansılarda oksigen 3 valentlidir? Biri CO, bir də H3O, hidroksil valentli. Karbon bütün birləşmələrdə 4 valentlidir. Bir dənə CO-da 3 valentlidir. Hidrogen sabit bir valentlidir. Lityum, natrium, kalium, barium, sezyum, fransiyum, flor sabit birdir də. Sabit 2'lər də deyilmişdir. Oksigendir, sinkdir, berilyum, magnezyum, kalsiyum, barium, stronsiyum, radyum və ya saydım, bir də sayıram. Sabit 3'lər alüminium və bor, sabit 4'lər karbon. Yerdə qalan dəyişkən. Dəyişkən nə keçmişdik? 7A'da bir dənə flor sabit bir valentlidir. Niyə görə yerləşdiyi qrupa onun valentliyi göstərmirdi? Boş diorbitalı yoxdur. Çünki boş diorbitalı 3-cü səviyyədən, 3-cü dövrdən başlayır, amma flor 2-ci səviyyədə idi. Amma xlor, brom yod 7-ci qrupdadır da. 1, 3, 5, 7 valentli olur. Kükürt 6-cı qrupdadır. Oksibahnov demişdik. Oksigen hündürdə yuxarıda yerləşir. Kükürt aşağısında da. Kükürt olan qrupda hamısı 2, 4, 6 valentlidir. Onun da valentliyi belə deyil. Fosforu birazdan qeyd edəcək ki, fosfor, və buradan yazıram ki, 3 və 5 valentlidir. Dəmir, məktəb proqramında 2 və 3 valentlərini keçirir. Əslində 8 valent elektronu var, amma 2 və 3 valentlidir. Sonra nə deyə bilərik? Manqanı keçdik. Bax, manqan 2, 4 və hansılar 2 valentli, 4 valentli, bir də 7 valentli olur. Xromun valentliyi 2, 3, bundan bir vaytaz, bundan da bir vaytaz. Azotun valentlər 1, 2, 3, 4 valentlidir. 5-ci qrupda olsa da heç vaxt azot 5 valentli olmur. Təkcə dayananda azot yazıcı 3 qat rabitə çəkmişdir rabitədə. Azot sərbəst halda 3 valentlidir. Amma ümumiyyətcə valentlər 1, 2, 3, 4-dür.
Yəni bunlardan bunu demişdik. İndi kükürt toxulurdu onları yazmanın. Bax, dəyişkən valentlərin, bunların valentliklərini əzbərləyəcəyik burada. Aydın oldu nə dedik? Bu da oksidlərin adlandırılması. Manqan 2O3-ə baxıb amfoter olduğunu deməyin. Ya plinium 2O3 da ola bilər. Pliniumda 3 valentli olmuyor. O da qarşılıqlı oksid. Qarşılıqlı oksid dəmir çöldür. Plinium 2O3, manqan 2O3 bundan qarşılıqlı oksidlər. İndi keçək oksidlərin alınması. 2 dəfə keçəcək ki, reaksiyalar çox olmasın. Çünki ilk dəfədə çox reaksiya yazmıyor. Birinci. Oksidlərin alınması. Diqqətlə qulaq asın. Birincisi metal oksidini almaq üçün. Metal oksidi necə alalım? Metalın üzərinə oksigen gələrəm ki, metal oksidi alın. Elə deyil. Qulaq asın. Metalın üzərinə oksigen gələrəm ki, metal oksidi alın. Amma metallardan qızıl, gümüş, platin ağ qızıldır. Bunların heç biri, bax, hansına yazsam ki, oksigenlə reaksiya girəndə nə alınır? Cavab alınmır. Qızılın üstündə, bax, qızıl ilə havada oksigen var da, rəngi dəyişirsə qoy dəyişsin də. Ömrü boyu, nə bilim, bu yaxınlarda dedilər kiminsə qızıl şey tapılıb, yatağı tapılıb. O vaxtki xanlardan, bilməm, harada tapılıb. Xanlar gəlməyib. O xanlar demirəm. Mən tarixi tam dəqiq bilmədiyimə görə, yəni yeraltı qızıl sərvət tapılıb. Onların heç birinin rəngi dəyişmir. Nə qızarmır, nə sarı qızıldır, gümüşdür, platindir, platin ağ qızıldır. Deyərsək gümüş qaralır. O bədəndə olan müxtəlif üzü maddələrlə bağlıdır, amma yenə də o təmizlənir. Gümüş təmiz, gümüş, yəni rəngi dəyişmir. Onun tərkibində qatıqlar olur ki, qaralır, onu təmizləyirsən, silir. Amma məsələn dəmir yox. Dəmir paslandı, onu silsən göy düzələcək. Yox, o paslanır. Yəni nə demək istəyirəm? Qızıl, gümüş, platin oksigenlər reaksiyaya girmir. Su ilə də girmir. Elə su ilə oksigenlə girsəydi, havanın oksigenlə rəngi dəyişərdi də. Əlini suya vuran kimi rəngi dəyişərdi də qızılın. Amma prostoyunki rəngi dəyişir həmin dəqiqə. Bu üç metal oksigen, düz iridium zadda var, onlar keçirmir. Yəni sırf məktəb proqramında nə var onu deyək. Amma iki dənə metal var ki, bax, natrium və kalium metalları. Bunlar oksigenlə girir. Axı biz dedik ki, oksigenlə girəndə oksid əmələ gətirir. Bu iki metal oksigenlə girir, oksid əmələ gətirmir. Natrium oksigenlə girəndə natrium 2O2 peroksid əmələ gəlir. Kalium oksigenlə girəndə kalium O2 superoksid. Formulların əzbər elə bil ki, ingilis dili öyrənirsiniz. Necə əzbərləyirsiniz? Birincisi oxuyub əzbərləyirsiniz. Sonra sol tərəflərini yazırsınız bir vərəqə dəftərə. Sağı yazmırsınız. Bilməzliyin yolunu deyirəm də, dərsi öyrənəndən sonra. Dəftərdə buraları yazın, sonra cavabları yazın. Yoxlayın dəftərlə görün, düzdürmü? Yox, görsək burada nəsə başqa bir şey yazmışsınız, bunu əzbərləməyə çalışın. Sırf bunların cavablarına qədər əzbər. Metallardan qızıl, gümüş, platin oksigenlə reaksiya girmir. Hansı metallar oksigenlə girir, amma oksid alınmır? Natrium və kalium metalları. Natrium oksigenlə girəndə natrium 2O2, yəni peroksid əmələ gəlir. Kalium oksigenlə girəndə kalium O2, yəni peroksid əmələ gəlir, superoksid əmələ gəlir. Deməli, belə çıxır ki, natrium və kaliumun oksidini birbaşa yolundan ala bilmirəm. Birbaşa yolu nə deməkdir? Natrium üstünə oksigen gəlib, natrium oksid ala bilmədim. Kalium üzərinə oksigen gəlib, kalium oksid ala bilmədim. Yəni, birbaşa yolundan alınmır. Dolayı yolundan alınır. Dolayı dediyim nədir? Bax, mənim əlimdə natrium və oksigen var. Nə edəcəm? Əvvəlcə natrium və oksigen reaksiyası alacağım, alacağım bunu. Sonra nə edəcəm? Alının bu natrium 2O2 üzərinə yenidən natrium metalını gəlməklə, indi bax, natriumun oksidini alaraq, bu ekvivalent, bu da bir oksidi belə yazılar. Və kaliumla oksigen reaksiyası alıb, kalium peroksidi aldığımı, superoksidi aldığımı, kalium superoksidin üzərinə kalium metalının gəlməklə kaliumun oksidini almaq olar. Yerdə qalan metallar oksigenlə reaksiya girib oksid alınır. Lityum bivalentli elə deyil, oksigenlə girəndə bu 1, bu da 2 bura. Kalsium ekvivalentlidir oksigenlə girəndə, bu da 2, bu da 2 içinə düşmür. Alüminium ekvivalentlidir oksigenlə girəndə, formulunu deyin görək. Düzdür. Dəmir oksigenlə girəndə dəmirin qarışıq oksidi, dəmir yanığı, dəmir yanığı, dəmir yanığı gətirir və yaxud maqnetit adlanır. Maqnetit. Keçəcək ki, dəmir K3 hematitdir, o ayrı keçilməyib. Amma dəmir çoğulur fakt deyir ki, maqnetitdir və ya dəmir yanığıdır. Metalların dedim, metal oksidləri necə alarıq? Metallar oksigenlə reaksiya salmaqla. Hansı metallar oldu oksigenlə girməyən? Qızıl, gümüş, platin.
Yerdə qalan metallar oksigenlə reaksiyaya girir. Hansı metallar oksigenlə girir, amma oksid alınmır? Natrium və kalium oksigenlə girir, oksid alınmır. Natrium oksigenlə girəndə peroksid alınır. Formulu necədir? Natrium 2O2. Kalium oksigenlə girəndə superoksid alınır. Formulu kalium O2. Natrium və kalium oksidi birbaşa yoxdur olan yolla alınır. Alınan bu birləşməyə həmin bu metalın özünü gəlməklə oksid alarıq. Superoksid də həmin metalı gəl, alacaq oksid. Yerdə qalan metallar da oksigenlə girir, valentliyinə uyğun birləşmə yaradır. Bu çatdı. İndi qeyri-metalların oksidlərinə baxaq. Qeyri-metallı oksid almaq üçün neyniyərəm? Metallı oksigen. Qeyri-metalın üzərinə oksigen gələrəm ki, qeyri-metal oksidi alar. Məsələn, bax, karbonun 2 dənə oksidi var. Biri CO2, dəm qazı. Bir də CO2 karbon qazı. Əgər mən oksigen az gəlsəm, yəni tam yox da, tamam deyim, yandırsam, dəm qaz alınar. Amma karbon üzərində oksigen gəlsəm, çox gəlsəm, yəni tam yandırsam, karbon qaz alınar. Karbonun 2 dənə oksidi var. CO və CO2. Karbon tamam yanında CO, oksigeni çox gələndə CO2 karbon qaz əmələ gəlir. İndi baxın, sizə bir şey deyim. Elementin bir neçə dənə oksidi varsa, oksigeni az olan birləşmə oksidin üzərində oksigen gələndə oksigeni çox olan oksidini almaq olar. Amma çoxdan artıq almaq olmur. Necə? Bu CO2 mu? Dəm qazı. Bura dəm qazı da olsa, həmin dəqiqə yanğın baş verə bilər də. Dəm qazı yanır. Dəm qazı yanır. Nə əmələ gətirir? CO2. Amma karbon qazı yanmır. Karbon qazı nəfəs zamanı verdiyimiz qazdır. Əksinə spişkanı yandırar. Eləyək, karbon qazı. O söndürür. Karbon qazı yanmır, yandırmır, ancaq söndürür. Demək istəyirəm ki, karbonun 2 dənə oksidi var. CO, oksigeni az olan üzərinə oksigen gələndə, oksigeni çox olanı almış oluruq, CO2. Amma CO2-dən başqası yoxdur ki, gəlim alım. Elə deyil. Və yaxud, kükürdə baxaq. S-O2 alınır SO2. Axı, kükürd 6 valentli də ola bilər. Burada 4 valentlidir axı. SO2 oksigenlə girəndə, kükürdün 6 valentlisini alarıq. Bu 2, bu 6. Amma 6 valentlidən o üzə bəyəm oksidi var bunun. Yoxdur axı. Kükürd oksigenlə girir. Axı, kükürddə SO2 və SO3 haqqında danışacaq biz oksidlərdə. Deyirəm, SO2-nin üzə kükürd üstə gəl oksigen aldı SO2. SO2 oksigenlə girəndə SO3. SO3 də oksigenlə girmir. Ondan özə yoxdur. Axı, kükürd 6 valentdən yuxarı yoxdur. Fosfor 3 və 5 valentli olur. Əgər fosfor oksigen az götürüləndə, tamam yanında fosforun 3 valentli oksid alınır. Amma fosfor oksigen çox götürüləndə fosforun 5 valentli oksid alınır. Oksigeni az olan oksidin üzərinə oksigen gəlməklə oksigeni çox olan oksidini almaq olar. Amma P2O5-dən başqa oksidi yoxdur axı bunun. Reaksiyaya girməz. Fosforun 2 dənə oksidi var. P2O3 və P2O5. Yadda qaldı nə dedik? Sonra, baxın bura. Azot oksigende yanmır. Şimşəyə çaxma reaksiyası 2000-3000 dərəcə Selsi verməli ki, getsin. Bu azotun oksidləşmə reaksiyasıdır. Yanmır, NO. Bu ildırımın çaxma reaksiyasıdır. Bütün birləşmələr müsbət olduğu halda bu mənfidir. NO aldıq. NO üzərində oksigen gələndə ala bilərik NO2 qonur rəngli zəhərli qazdır. Bu rəngsizdir. NO2-nin üzərində oksigen gələndə azot burada müsbət 4-dürmü? Azot 5 valentli olmasa da müsbət 5 oksidləşmə dərəcəsi göstərən oksidi var. N2O5 bayaq yazır ki, bəlkə aldadır. Amma artıq N2O5-dən o üzə oksidi yoxdur. Müsbət 5-dən artıq oksidləşmə dərəcə göstərə bilməz axı 5-ci qrupda yerləşir. Halogenlərin heç biri oksigenlə reaksiyaya girmir. İstil, floriyə, xlor, bron, iod fərqi yoxdur da. Heç bir halogen oksigenlə reaksiyaya girmir. Əzbər bilməlisiniz. Və yaxud silisium qeyri-metalda oksigenlə reaksiya girəndə silisium göz oksidləmələ gələcək. Deməli, qeyri-metallar oksigenlə reaksiya girməlidir ki, oksid alısında. Karbonun 2 dənə oksidi var, CO və CO2. Karbon oksigenlə girəndə CO da alına bilər, oksigenlə girəndə CO2 da alına bilər. CO oksigenlə girəndə CO2 alınır, CO2-dən artıq yoxdur axı. Kükürdün SO2 və SO3 ilə tanış olacaq. S üstə gəl oksigen alır SO2. SO2 üstə gəl oksigen alır SO3. SO3-dən başqası yoxdur, oksigenlə girməz. Fosfor 3 və 5 valentli olur. Fosfor oksigenlə girəndə 3 valentisi də alına bilər P2O3, 5 valentisi də alına bilər P2O5.
Ya PKO üçün də üzərinə oksigen gələndə 5 valentisi alınır PKO5, PKO5-dən artıq yoxdur. Azad oksigində yanmır, oksidləşir, şimşəyin çaxma reaksiyası və mənfi küdür. NO, NO-dan NO2, NO2-dən N2O5 alınır. N2O5-dən ödəsi yoxdur. Xlor isə gəl oksigen reaksiyaya girmir, halogenlərin heç bir oksigenlə reaksiyaya girmir. Biz görürsünüzmü ki, oksidlərin alınmasından danışırıq. Sonra oksidlərin başqa üsulundan alınmaları var. İndi ilk dərsimiz bu reaksiyalar çox görsənsə də çətin deyil. O qədər deyirəm ki, reaksiyaları burada əzbərləyir. Karbonatı biz duzlarda keçəndə daha rahat başa düşəsiniz, amma burada da deyil. Düzdür, soda ola bilər. Karbonat, baxın nə deyirəm, karbonatlardan yalnız natrium karbonatı və kalium karbonatı parçalanmır. Desəm bu parçalansa, ox çəkirəm, yenə heç də alınmır da. Desək natrium karbonat parçalananda nə alınır? Heç nə, əzbər. Natrium karbonat və kalium karbonat parçalanmırlar. Niyə? Çünki karbonatlardan yalnız bu metalların karbonatları suda yaxşı həll olur, ona görə parçalanmır. Yerdə qalan bütün metalların karbonatları suda həll olmur. Yəni çöküntüdür. Çöküntülər də qızdırılan kimi parçalanır. Məsələn, kalsiumun karbonatı parçalananda deyərsiniz ki, niyə bura 2 düşdü, bura düşmədi. Biz sonra karbonat turşusunu keçəndə deyəcəyik ki, CO3 2 valentlidir. Hələ onu hal-hazırda keçməmişik. Bu da 1 valentli deyə yazılmadı. Bu da 2 valentli, bu da 2 valentli. Ona görə yazılmır. Digər metalların karbonatları çöküntüdür. Parçalananda metalın oksidi, kalsiumun oksidi, yerdə nə qaldı? CO2 və karbon qazı. Deməli, karbonatlardan nələr parçalanmadır? Yalnız natrium və kalium karbonatı parçalanır. Yerdə qalan bütün metal karbonatları hamısı parçalanır, metal oksidi və karbon qazı əmələ gətirir. Amma hidrokarbonatların hamısı parçalanır. Yəni, məsəl üçün, metalın hidrokarbonatı, istəyirsiniz kalsiumun hidrokarbonatı, kalsium 2 valentli deyə 2 yazılacaq. Nə alır? Metalın karbonatı, yəni natriumun karbonatı, üstəgəl karbon qazı, üstəgəl su. Burada da kalsiumun karbonatı, üstəgəl karbonatı, üstəgəl karbon qazı, üstəgəl su. Deməli, oksid alıram da, mən oksidlərin alınmasından danışıram axı bayaqdan. Karbonatlardan yalnız natrium və kalium karbonatı suda yaxşı həll olma səbəbindən parçalanmırlar. Yerdə qalan bütün metal karbonatları çöküntülərdir, parçalanırlar, metal oksidi və karbon qazı əmələ gətirirlər. Amma hidrokarbonatların hamısı parçalanır. Hidrokarbonat parçalananda, hidro sözünü götür aradan, deyirəm karbonat, metalın karbonatı, karbon qazı və su əmələ gəlir. Yadda qaldı bu hissədə. Sonra əsas dərsi hələ keçməmişik, bundan sonraki dərslərdə keçiləcək. Bax, aktiv metalların əsas deyəndə yanında OH yazmaq lazımdır. Məsələn, kalsium da aktiv metaldır da. Yes, aktiv metalın nə olduğunu hardan bilək biz? Metallar dərsini keçəcəyik, amma bundan o yüzden eləmə. O qədər deyəcəm ki, yadda qalsın. Aktiv metallar, qələvi metallar və qələvi torpaq metallar aktiv metallardır. Qələvi metallar 1A-dakılardır. Litium, natrium, kalium, rubidium, sezium, fransiyum. 2A-dan ancaq kalsium, fransiyum, barium. 9 dənə aktiv metalımız var. Litium, natrium, kalium, rubidium, sezium, fransiyum, kalsium, fransiyum, barium. Ya onlardan başqa fəal metal yoxdur. Fəal metallar bunlardır. Fəal metalların hidroksidləri parçalanmırlar. Bir mənalı parçalanmır. Amma aktiv metal olmasa, başqa metal olsa, bunların əsasları parçalanır. Metal 3 valentlidir mi? Deməli, 3 valentli oksid əmələ gələr, üstəgəl. Bir də hidrogenin oksidi, yəni su əmələ gələr. Birdən metal 2 valentli olsa, bu zaman metalın 2 valentli oksidi özü qızdırılanda parçalanır, üstəgəl hidrogenin oksidi su alınır. Yəni biz keçəcəyik ki, tərkibində OH olan maddələrə əsaslar deyilir. Hansı əsaslar parçalanmır? Aktiv metalların əmələ gətirdiyi əsaslar parçalanmır. Zəif metalların əmələ gətirdiyi əsaslar parçalanır. Nə əmələ gəlir? Metal neçə valentlidirsə onun oksidi və su əmələ gəlir. Yadda qaldı. Oksidlərin bir dənə də sonra üzüm maddələr yanında da oksid əmələ gələr. Üzüm maddələr dediyimiz nədir? Məsələn, deyək ki, metan keçmişik. Nə istəyirsiniz də istənilən bir üzüm maddə, aldehid, spirt, keton, nə keçəcəksə, istənilən üzüm maddə yanında
karbon qazı və su əmələ gəlir. Deyək, bu dərsdə nə əlaqəsi var? Biz oksidin alınmasından danışırıq da. Oksid alırıq da. Yəni oksid nə cür alırıq? Bu üsullarla alırıq da. Üzüm maddələri yanında karbon qazı və su əmələ gəlir. İndi diqqətlə baxın. Sink S yananda, bir də bunun da adı piritdir. Bunu harda tanış olmuşuq biz? Kükürdün oksidaşma dərəcəsi heç bir elektron konfigurasiyasına uyğun deyildir. Kükürdün valentliyi burada 1 deyil. Kükürd də 2 valentlidir, dəmir də 2 valentlidir. Amma oksidaşma dərəcəsi mənfi 1 idi. Niyə mənfi 1? Dəmir 2 valentli olanda, müsbət 2 olanda buna mənfi 1 yazmalıyıq da. Sulfidlər yananda, bax, sinklə oksigen birləşər. Sink 2 valentlidir, sinko, üstə gəl, S ilə oksigen birləşər, S oksigenlə birləşəndə SO2 alınır. İndi fikir verin, dəmir bu piritdir. Dəmir piritdə 2 valentli olsa da, amma burada oksigeni ilə birləşəndə 3 valentlisi alınır. Dəmir 3 oksid, üstə gəl SO2. Yəni pirit yanında dəmir 2 valentlidir, amma dəmirin 3 valentlisi və SO2 əmələ gələr. Sonraki dərslərimizdə keçəcəyik, qoy yenə də deyək. Amonyak oksigende vərəqdə yoxdur bunlar. Bu dərs, çünki bu dərslə bağlılığı yoxdur da. Belə bağlılığı var, biz amonyakda keçəcəyik bunu. Buradan öyrənək ki, rahat gəlsin. Amonyak oksigende temperaturda da yana bilər. Bir də var ki, amonyak oksigende həm temperatur verirlər, həm katalizator verirlər. Hər ikisində su alınır. Ortaq məxrəc kimi hər ikisində su alınır. Başqa nə alınır? Temperaturda yananda təkcə azot alınır, azot və su. Katalizatorla yananda azot alınmır, reaksiya sürətlənir, N-lə də o birləşir, NO su əmələ gəlir. Yenə deyəm, amonyak yananda, temperaturda yansa nə alınır? Azot və su. Katalizatorda azot çıxmır, bu da bundan birləşir, NO və su əmələ gəlir. Sonra H2 tam yananda keçəcək ki, nə alınır? S-lə oksigen birləşir, SO2, hidrogenlə oksigen birləşir, H2O oksidlərin alınma reaksiyasıdır. Və nəhayət ki, oksidlərin axırıncı alınma reaksiyasında yazar. Bir dənəsini də yazır sonra axırıncı. Düzdür, bunlar sonra deyiləcək, burada da deyim. Vərəqdə hal-hazırda yoxdur. Mis OH2 dəfə COH, bunun adı malaxitdir. Bu parçalananda nə alınır? Misil oksidi, 2 valentli oksidi üstə gəl. Hidrogenin oksidi yəni su. Üstə gəl karbon oksidi, yəni CO2 əmələ gəlir. Bu da belə ən sonuncu bax qaydanı deyim, bu qaydanı xüsusən əzbərləyir. Hamısı əzbərləyir, amma bu bir dənə əzbərləyir. Məsələn yazıram, kalsium silisium O3 üstə gəl karbon qazı, kalsium CO3 üstə gəl silisium 4 oksid, sonra nə edəcək? Kalsium silisium O3 üstə gəl P2O5, kalsium 3PO4 2 dəfə üstə gəl silisium O4 oksid. Baxın nə alınır. Fikir verin. Bu getmir, bu gedir. Bu getmir, bu gedir. Səbəbini deyək. Hardan bildim getmir, hardan bildim gedir. Bir də qaydaya qulaq asın. Bərk halda olan oksid duzun içindən qaz halında olan oksidi sıxışdırıb çıxarır. Əzbərləyirsiniz mental üsuluyla. Deməli, cümləyə bir də baxın. Bərk halda olan oksid qaz halında olan oksid çıxara bilər. Bərk güclüdür, bərk qazı çıxara biləcək. Amma qaz halında qazın adı üstündədir, qaz. Qaz halında olan oksid bərki çıxara bilməz. İndi dediyimə baxın. Bu duzdur, duzu keçəcək, bu duzdur. Bu oksid budur mu? Qazdır. Bu qazdır. Qaz, bu karbon qazı da, qaz halında olan oksid necə girib silisium O2-ni, silisium 4 oksid necə çıxarsın? Qaz girib bəlkə çıxara bilməz. Aydın oldu nə dedim? Amma buna baxın, bu bəlkə oksiddir mi? Bəli. Bunun içindən CO2 karbon qazını çıxara bilər. CO2 çıxdı. Yerdə bir oksigen qaldı mı? Kalsium, silisium O2 var. Bir dənə oksigen qaldı da kalsium, silisium O3. Əvəz etmə reaksiyasıdır. Əvəz etmə. Karbon qazı çıxır, bunu gəlib bu əvəz edir. Kalsium, bu gelir də bura. Silisium O2 var, bir dənə də oksigenim. Kalsium, silisium O3, əvəz etmə. Özdə istisna əvəz etməkdir. İstisna əvəz etmə odur ki, bütün əvəz etmələr oksidaşma reduksiya reaksiyasıdır. Amma bu əvəz etmə oksidaşma reduksiya reaksiyası deyil. İndi P2O5 də ağ tüstü şəklində olan bərk oksiddir. Silisium O2 də bərk. Bu daha bərkdir. Silisium 4 oksid bunu çıxara bilər. Amma bu daha bərk silisium
oksid qonur. Bunu çıxara bilməz. Gələk. Bu bunun içindən P2O5-i çıxarar. Üstə gəl. Kalsium, silisium O3. Cümləyə bir dənə də baxın. Bərk halda olan oksid qaz halında olan oksidi duzun içindən çıxara bilər. Amma qaz halında olan oksid bərk halda olan oksidi duzundan çıxara bilməz. Bugün ancaq oksidlərin kimyəvi xassələri vərəq verəcəm. Kimyəvi xassələrinə qədər keçdik. Kimyəvi xassələri gələn dəfə. Bu hələ ancaq alınması idi. Alınması, adlandırılmadır, rabitədir, aqreqat halıdır, növləridir. Çoxunu bugün keçdik. Kimyəvi xassələr gələn dəfəyə. Reaksiyaları nöqtə virgülünə qədər əzbər. Kəkəliyə yox. Nöqtə virgülünə qədər qaydaları da dərsinizin testində əzbər. Dərsinizin əzbər.